Hə, əziz şagirdlər, deməli bugünkü mövzumuz təbii resurslar və onların təsərrüfat əhəmiyyətlidir. Qəbul imtahanlarında çox istifadə edilən mövzularımızdan biridir. Gəlin öncə görək təbii ehtiyatlar nədir? Təbii ehtiyat dedikdə insanların yaşaması üçün və insanların təsərrüfat fəaliyyəti üçün istifadə edilən sərvətlər nəzərdə tutulur. Deməli, təbii ehtiyatlar nədir? Qısa, insanların yaşaması və təsərrüfat fəaliyyəti üçün istifadə edilən təbii sərvətlər təbii ehtiyatlardır. Bir də var potensial ehtiyatlar. Potensial odur ki, hazırki şəraitdə istifadəsi mümkün deyil. Ya maya dəyəri baha başa gəlir və yaxud da miqdarı azdır. Bu və ya digər səbəblərdən hazırki şəraitdə istifadə edilməsi mümkün deyil, lakin müəyyən edilmiş təbii sərvətlərdir. Məsələn, Azərbaycanda deyirik ki, Ceyrançıl Acunahor alçaqdağlığında neft ehtiyatları var. Lakin istifadə edilmir, çıxarılmır. Potensialdır. Çünki onun çıxarılması baha başa gəlir. Baxırlar ki, xərci borcunu ödəmir, loru dildə desək. Ona görə nə edirlər? Onu saxlayırlar ki, nə zamansa neft tükənsə, neftin qiyməti kəskin bahalaşsa, o zaman çıxarılmağa sərf edəcək. Biz faydalı qazıntıları 3 qrupa bölürük. Filiz faydalı qazıntılar, qeyri-filiz faydalı qazıntılar və yanar mənşəli faydalı qazıntılar. Filiz faydalı qazıntılar əsasən maqmatik mənşəlidir. Burada metallar aiddir. Dəmir, xrom, manqan, alüminium, mis, polimetal, uran, nikel, titan, gümüş, qızıl, kobalt. Bax, bunlar filiz faydalı qazıntılardır. Alüminium təbiətdə hazır şəkildə yayılmayıb, boksit, alünit və nefelindən alınır. Qeyri-filiz faydalı qazıntılar isə bunlar da maqmatik və metamorfik və çökmə mənşəlidir. Hər üç mənşəli ola bilər. Fosforit, apatit, perlit, mərmər, xörək duzu, kalium duzu, digər kimyəvi maddələr və tikinti materialları qeyri-filizlər qrupuna daxildir. Yanar faydalı qazıntıları isə canlı orqanizmlər, yəni fosillərin qalıqıdır. Fosil mənşəli yanacaqlara deyirik biz bunlara. Neft, təbii qaz, daş kömür, yanar şist və torf bura daxildir. Biz uşaqlar təbii ehtiyatları iki qrupa bölürük. Tükənməyən təbii ehtiyatlar və tükənən təbii ehtiyatlar. Bu o deməkdir ki, insanlar ondan istifadə etdikcə, əgər tükənirsə, biz buna tükənən deyirik. İnsan nə qədər istifadə edir, etsin, tükənmirsə, biz ona tükənməyən deyirik. Məsələn, günəş enerjisi. İnsan nə qədər istəyir, günəş enerjisindən istifadə eləsin. Limiti varmı? Xeyr, yoxdur. Tükənə bilərmi? Xeyr. Külək, geotermal, qabarma çəkinmə, bunlar insanlar bunlardan daha çox enerji alınmasında istifadə edilir və bu enerjilərin heç biri tükənmir. Ona görə də bunlara tükənməyən təbii ehtiyatlar deyirik. Tükənənlər özü iki yerə bölünür. Tükənir, lakin bərpa olunur. Tükənir, lakin bərpa olunmur. Tükənib bərpa olunmayan odur ki, yaranmasına milyon illər lazımdır. Məsələn, insanlar bunu istifadə etdikcə bu tükənir, amma qısa bir müddətdə bu bərpa olunmur. Yəni neftin yaranması, təbii qazın, daş kömürün yaranmasına milyon illər lazımdır. Yəni milyon illər sonra neft yaranacaqmı, yaranmayacaqmı, o da sual altındadır. Ona görə biz buna tükənən, bərpa olunmayan təbii ehtiyatlar deyirik. Neft, təbii qaz, daş kömür, yanar faydalı qazıntılar, dəmir, mis və sair filizlər. Bunlar da tükənir, bərpa olunmur. Tikinti materialları, kimyəvi maddələr və s. Tükənib, lakin bərpa olunanlar hansıdır? Məsələn, heyvanat aləmi. İnsan kəsib, yeyib onu tükəndirə bilər. Lakin nə olur? Onu artırmaq da olar. Yəni, o bərpa olunur. Heyvanlar get-gedə çoxalır, bala verirlər, böyüyürlər. Və yaxud da insanlar heyvanat aləmini qoruqlarda saxlayaraq, mühafizə obyektlərində saxlayaraq çoxalda bilərlər. Eyni zamanda bitkilər də bu qaydadadır. Havada insan havanı istifadə edir, tükətir, amma ağaclar, bilirsiniz ki, yaşıllıqlar oksigen, hava, yəni ixrac edir. Yəni beləliklə bu bərpa olunur. Torpağın üst məhsuldar qatının bərpası üçün təxminən 0,5-1 sm məhsuldar qatının bərpası üçün təxminən 100 il lazım olur. Biz təbii ehtiyatların çıxarılmasına hasilat deyəcəyik. O, əgər biz onu yerdən çıxarırıqsa, təbiətdən alırıqsa, biz ona hasilat sənayesi deyəcəyik. Hasilat. Hasilat nə olacaq? Çıxarılma. Çıxarılma. İxrac nə olacaq? İxrac. İxrac, bax, fikir verin, xaric sözündəndir.
X, A, R, I, C. Xaric sözünü elə bil ki, anaqram ediblər də, dəyişiblər. Yəni, satmaq mənasındadır. Xaric edir, satmaq. İdxal isə idxal. Daxil edir. Daxil sözünün hərflərindəndir. Daxil. Nə edir? Almaq. Deməli, hasilat çıxartmaqdır. İxrac etmək satmaqdır. İdxal etmək isə almaqdır. Xammal isə təbiətdən birbaşa çıxarılan, emal olunmayan təbii ehtiyatlardır. Təbii ki, faydalı qazıntıların, filiz və qeyri-filiz faydalı qazıntıların çıxarılması dağ mədən sənayesinə daxildir. Dağ mədən sənayesi dedikdə təbii ehtiyatların çıxarılması, yəni hasilatı nəzərdə tutulur. Təbii ki, bu ən çox hasil edən ölkələr hansıdır? Son zamanlar mineral resurslar insanlar tərəfindən çox istifadə edildiyinə görə onların ehtiyatlarının miqdarı xeyli şəkildə azalıb və yaxın gələcəkdə onların qurtarması, yəni tükənməsi problemi var. Buna görə də dövlətlər dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq təbii ehtiyatlardan qənaət məqsədi ilə istifadə edir. Bunu da çox zaman inkişaf etmiş ölkələr edir. İnkişaf etmiş ölkələr öz xam mallarını ehtiyat olaraq saxlayırlar. Yəni daha doğrusu təbii sərvətlərini ehtiyat olaraq saxlayırlar. Kasıb ölkələrdən xam malı ucuz şəkildə alıb, emal edib müxtəlif məhsullar alır, baha qiymətə satırlar. Yəni, ona görə də həmin ölkələr bazarda lider mövqeyi rolunda çıxış edirlər. Amma bəzi inkişaf etmiş ölkələr də var uşaqlar. Onlar daxili tələbatlarını öz xam mallarına əsasən ödəyirlər. Bu da Kanada, Avstraliya və CAR ölkələrdir. Bu ölkələr həm də xam mal ixrac edirlər. Həm daxili tələbatını xam mal əsasən ödəyir, həm də xam mal ixrac edirlər, satırlar. Bax, bu ölkələr nəyə görə fərqləndiririk? Başqa hansı xüsusiyyətlərinə görə? Kanada, Avstraliya, CAR. Bu üç ölkənə görə Köçürmə nələr edəcək? kapitalizm ölkələrdir. Əhsən. Köçürtmə, kapitalizm ölkələridir. Bax, bu ölkələr İngiltərənin hesabına, belə deyək, daydan şotuna inkişaf edən ölkələrdir. Ona görə də bu gün çox yüksək səviyyədə inkişaf etməyiblər. İndi Kanada biraz ABŞ-a yaxın mövqeyə görə daha yüksək səviyyədə inkişaf edib. Amma digərləri, amma istənilən halda Kanadada dağ mədən sənayesi əsas yer tutur. Həmçinin də xam mal ixrac edir. Avstraliyada CAR da xam mal ixrac edir. Sizə testdə suallar bu formada düşə biləcək ki, hansı ölkələrdə dağ mədən sənayesi əsas yer tutur? Hansı inkişaf etmiş ölkələrdə? Kanada, Avstraliya, CAR. Və yaxud da sual düşəcək ki, hansı inkişaf etmiş ölkələr daxili tələbatlarını öz daxili ehtiyatları hesabına ödəyirlər? Yenə də bu dövlətlər. Və yaxud da xam mal ixrac edən inkişaf etmiş ölkələr Kanada, Avstraliya, CAR dövlətlərini nəzərdə tutacaqsınız. Biz təbii ehtiyatların çıxarılması zamanı deməli biz qeyd etdik ki, alüminium xam malı təbiətdə, daha doğrusu alüminium təbiətdə xam mal şəklində yayılmayıb. Onun xam malı boksit, alinit və nefelindir. Yəni boksit, alinit, nefelindən alüminium əldə etmək olar. Və əsasən alüminiumun xam mallarının tərkibi zəngindir deyə, təxminən 40% filizdir deyə, əsasən enerji tutumlu ərazilərə meyl edir. Məsələn, ABŞ-da ən böyük su anbarı Grand Kuri ölkənin qərbindədir. Ona görə də ölkənin alüminium sənayesi ABŞ-ın qərb rayonlarına meyl edir. Məsələn, imtahana belə bir sual düşüb qəbul imtahanına ki, nə üçün alüminium sənayesi ABC-ın qərb rayonlarına meyl edir? Deyəcəksiniz ki, ucuz enerji mənbələrinə yaxınlıqda yerləşir. Yəni, alüminium sənayesi hara meyl edir? Enerji tutumlu olduğuna görə ucuz enerji mənbələrinə, su elektrik stansiyalarına meyl edir. Dünyada ən böyük boksit hasilatı rayonu Avstraliyanın şimalında York yarımadasında, Cape York yarımadasında yerləşir deyə bilərik. Uşaqlar, hasilat nə oldu? Çıxarılma. Çıxarılma tamamilə doğrudur, yadda saxlayaq. İxrac nə idi? Satma. Xaric etmə. İdxal, Daxil Alma. etmə. almaq. Alma. Bəli. Bax, bu gördüyünüz boksit ehtiyatları. Azərbaycanda alinitdir, daş kəsəndə zəylik yatağı var. Alinit çıxarılır, biz ondan alüminium alırıq. Amma dünyada ən çox alüminium boksitdən alınır. Bax, işarəsi də budur. Alinit, boksit, alüminium işarələri, işarəsi bax budur. İşarəni də yadda saxlayın.
Bu gördüyünüz ölkələr boksit hasilatına görə fərqlənən, ehtiyatlarına görə fərqlənən ölkələrdir. Mərkəzi Amerikada Yamayka, Cənubi Amerikada Venezuela, Gayana, Surinam, Braziliya, Afrikada Qana, Qvineya dövlətləri fərqlənir. Avropada Macarıstan, Yunanistan, Fransa fərqlənir. Əsas Macarıstan və Yunanistan fərqlənir. Asiyada Rusiya, Qazaxıstan, İran, Hindistan, Çin, İndoneziya. Bir də Avstraliyada Avstraliya xüsusi fərqlənir. Bax, bunlar boksit ehtiyatlarına görə fərqlənən ölkələrdir. Burada cədvəldə yazdığımız nədir? Alüminiumu xam mal şəklində ixrac edən ölkələr. Yamayka, Surinam, Gayana, Qvineya. Alüminium enerji tutumludur. Enerjiyədə nə lazımdır? Pul lazımdır. Bunların pulu yoxdur deyə nə edirlər? Xam malı ucuz qiymətə satırlar. Bu inkişaf etmiş ölkələr Kanada, Yaponiya, ABŞ, İtaliya, İslandiya, Almaniya kimi ölkələrin xam malı yoxdur, amma pulu var. Nə edirlər? Gəlirlər, pulu verirlər, burada ucuz qiymətə alırlar, özləri alüminiumdan müxtəlif məhsullar hazırlayıb daha baha qiymətə satırlar. Bir də bəzi ölkələr var ki, yerli xam mal əsasında alüminium istehsal edirlər. Yəni həm yerli ehtiyatları var, özləri çıxardırlar, özləri də alüminium alırlar, satırlar. Bunlar nisbətən varlı ölkələr. Məsələn, Çin, Fransa, Avstraliya, Braziliya, Macarıstan və Rusiya dövlətləridir. Sonra əlvan metallardan biri alüminiumdur, digəri isə misi qeyd edəcəyik. Bilirsiniz ki, mis qurşağı dedikdə ilk ağlımıza gələn And dağlarıdır, And ölkələridir. Xüsusən də Çili və Peru fərqlənir. İkinci mis qurşağımız Mərkəzi Afrikada Konqo Demokratik Respublikası və Zambiya dövləti olacaq. Ümumiyyətlə, amma başqa ölkələrdə də var. Məsələn, ABŞ-da, Rusiyada, Çində, Qazaxıstanda, Azərbaycanda mis ehtiyatları mövcuddur. Mis ehtiyatlarına görə birinci olan ölkə Çilidir. Çilidə Tsukikamata yatağı da var idi. Yadınıza gəlsə, biz litosfer bölməsində bunu demişdik. Çilidə 300-dən çox mis yatağı var. Tsukikamata yatağında açıq üsulla çıxarılırdı mis. Uşaqlar, alüminiumun tərkibi zəngin idi. Enerji tutumluydu deyə. O əsasən enerji mənbələrinə meyl edirdi. Amma misin tərkibi kasıbdır. Alüminiumun tərkibi dedik ki 40%-dir. Yəni 1 ton süxurun 40%-i əsl alüminium əldə etmək olar. Amma misdən 1 ton xam maldan cəmi 5%, yəni 50 kiloqram mis əldə etmək olar. Və yaxud da 10 kiloqram, yəni 1% 10 kiloqram əldə etmək olar. Bu biraz yəni baha başa gəlir deyə xam mala meyl edir. Xam mal mənbələrinə. Sonra qalay Wolfram ehtiyatları bilirsiniz ki, Cənub-Şərqi Asiya. Burada hansı yarımadalar var idi qalay Wolfram qurşağı olaraq? Malakka. Malakka, Hindçin. Hindçin, Malakka yarımadası və bəli İndoneziya. İndoneziya, Tayland, Malayziya dövlətləridir. Bir də onu qeyd edək ki, Indoneziya, Malayziya, Tayland həm öz quru ərazisindən, həm də okeanın dibindən qalay Wolfram çıxarırlar. Qeyri-filiz faydalı qazıntılar da var ki, bunlar arasında fosforit fərqlənir, almaz fərqlənir. Almaz Carda və Namibiyada, Namibiya okean sahillərindən almaz çıxarır. Bir də fosforit ehtiyatlar. Dünyanın ən böyük fosforit qurşağı Afrikanın şimalında Mərakeşdədir. Mərakeşin ərazisində yerləşən dağlar hansı dağlardır? Atlas. Atlas dağlar, tamamilə doğru. Mərakeşin idarə etmə forması necədir? Unitar. O inzibati ərazi quruluşudur. Bəli, inzibati ərazi quruluşu unitardır. Amma mən idarə etmə formasını soruşuram. Respublikada. Şimali Afrikada daha doğrusu bir dənə monarxiya ölkə var. O da Mərakeşdir. Mərakeş monarxiyadır inşallah. Mis ehtiyatlarına görə fərqlənən ölkələr. Xəritədə görürük. Çili, Peru, Boliviya, Kongo, Zambiya, Çin, Rusiya, ABŞ-da xüsusi fərqlənir. Dünyanın ən böyük açıq üsulla çıxarıldığı yataq Tsukikamata yatağıdır. Sonra gələn neft ehtiyatlarına. Kəşf edilmiş neft ehtiyatlarına görə fərqlənən ölkələr var. Dünyada birinci yerdə Venezuela durur. Səudiyyə Ərəbistanda, Kanadada, İran, İraq, Rusiya, Küveyt, Birləşmiş Ərəb Əmirliyi. Bunlar körfəz ölkələri deyirik bunlara. İrandan Birləşmiş Ərəb Əmirliyinə qədər. Səudiyyə Ərəbistan da bura daxildir. İran körfəzinin sahilində yerləşən ölkələrə körfəz ölkələri deyirik. Bundan başqa ABŞ, Nigeriyada neft ehtiyatlarına görə fərqlənir. Kəşf edilmiş təbii qaz ehtiyatlarına görə Rusiya, İran, Qətər, Türkmənistan, ABŞ, Çin, Venezuela, Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya. Bir də yanan faydalı qazıntılardan daş kömürü ehtiyatları var. ABŞ birincidir. Rusiya, Avstraliya, Çin, Hindistan, İndoneziya, Almaniya, Ukrayna, Polşa, Qazaxıstan dövlətləri
fərqlənir. Bax, bunların içərisində bax, bu üç yanar faydalı qazıntı. Ümumiyyətlə, faydalı qazıntıların hamısının müxtəlif istilik əmsalları var. Dünyada əsas yayılmış istifadə edilən qlobal istilik mənbələri neftdir, qazdır və daş kömürdür. Torfda, yanar şist də var, amma bunların istilik əmsalı daha aşağıdır. Biz burada bəzi məsələlər var ki, imtahanda istifadə edilə bilər, imtahana düşüb. Deməli, neftin istilik əmsalı 1,5-dir. Öncə bax, belə deyək də, buna deyirik şərti yanacaq vahidi olaraq. Şərti yanacaq vahidi olaraq 1 kiloqram daş kömürün yanmasından alınan istilikdir. Şərti yanacaq vahidi olaraq hansı təbii ehtiyat qəbul edilib desək, nə götürəcəksiniz? Daş kömür. Daş kömür. 1 kiloqram daş kömürün yanmasından alınan istilik nə qədərdir? 7.000. 7.000. 7.000. Tamamilə doğrudur. Və Müəllim, bu nəyə lazımdır ki? biz bunu məsələlər üzərində hesablayacağıq. Siz bunu öyrənəcəksiniz bax bu tərəfi. Biz indi məsələlərdə nümunə kimi qeyd edəcəyik. Yəni bu əslində nə üçün lazımdır? Burada müqayisə edirik ki, neft nə qədərdir və yaxud da nefti əvəz etmək üçün nə qədər daş kömür lazımdır və yaxud da daş kömürlə işləyən bir müəssisə daş kömürü neftlə əvəz eləsə nə qədər ona neft lazımdır. Bax, bu tip məsələlər üçün biz bunları bilməliyik. Öncə bilməliyik ki, daş kömür şərti yanacaq vahidi qəbul edilir və əmsalı nə qədərdir? 1-dir. Yaxşı. Sonra, neftin əmsalı bundan çoxdur. Ən çox neftin əmsalı 1,5. Qazın əmsalı 1,4. Torfun əmsalı 0,5. Sonra, quru odunun əmsalı 0,4-dür. Yanar şistin əmsalı isə 0,3 qəbul edilir. Bu nə anlama gəlir? Yəni, o deməkdir ki, 1 kiloqram nefti əvəz etmək üçün 1 litr deyək. 1 litr nefti əvəz etmək üçün nə qədər daş kömür lazımdır? 1,5 daş kömür lazımdır. Yəni, daha çox daş kömür yandırmaq lazımdır ki, nefti əvəz eləsin. Çünki biz müqayisə etsək, neftin istilik əmsalı çoxdur. Bax, məsələn, belə deyək də, əmsalı belə alırıq. Burada istilik verilir, istilik qabiliyyəti. Neftin istilik qabiliyyəti 10.500-dür. 10.500-ü biz şərti yanacaq vahidinə, yəni 7.000-ə bölsək nə qədər alınır? 1,5. 9.800-ü şərti yanacaq vahidinə, yəni 7.000-ə bölsək nə qədər alınır? 1,4. 7.000-i 7.000-ə bölsək 1 alınacaq. 7.000-i, daha doğrusu 3.500-ü 7.000-ə bölsək 0,5 alınacaq. 2.800-ü 7.000-ə bölsək 0,4 alınacaq. 2.100-ü 7.000-ə bölsək 0,3 alınacaq. Belə hesablamalardansa mən məsləhət görərdim ki, siz bunları əzbərləyəsiniz. Əsas bu, quru odun düşmür, amma bunlar istifadə olunur. Gəlin bir dənə məsələ nümunəsinə Çox baxaq. vaxt məsələlərdə elə daş kömürü uyğun olur. Daş kömür, təbii qaz, torf ola bilər. İndi topluda bu tip suallar görəcəksiniz. Bax, bir dənə şərti olaraq sual yazıram burada. Baxırıq. Ki, nə tip məsələlər düşə bilər sizə? Əsas odur. Bax, deyir ki, müəssisənin enerji tələbatını ödəmək üçün 30 ton daş kömür, məsələn, illik tələbatı ödəmək üçün 30 ton daş kömür lazımdır. Müəssisə daş kömürü neftlə əvəz etsə, müəssisəyə nə qədər neft lazımdır? Nə qədər neft lazımdır? Yəni, sual işarəsi qoydum müəssisənin illik
İllik sözü qoyaq. Müəssisəyə nə qədər lazımdır? Bax, bu tip suallar düşəcək sizə. Siz də bunu həll eləmək üçün bir qaydanı deyəcəm, onu yadda saxlayacaqsınız. Bax, müəssisənin illik tələbatını ödəmək üçün 30 ton daş kömür lazımdır. Onu neftlə əvəz edirik. 30-u vururuq öz əmsalına. 30 nədir? Daş kömürdür. Daş kömürün əmsalı neçədir? Bunu əzbər bilməliyik artıq. 1. Bir. Bölürük soruşulanın əmsalına. Nə ilə soruşur? Nə lazımdır? Neft. Bölürük neftin əmsalına. Nə qədər edər? 20 ton. 20 ton. Deməli, burada doğru cavabımız nədir? 20 tondur. Bu əmsalı bilsək, 30 saniyə sualı cavablandıra bilərik. Aydındır. Gəlin, indi bir dənə də sual nümunəsi verim sizə. Bunu özünüz yazarsınız. Yox, daş kömür lazım olar. Üzr istəyirəm. Daş kömür 90. 90 lazım ton. olur. 90. Bəli, 60-ı vuracaqsınız 1,5-ə, böləcəksiniz 1-ə. 1-ə bölməyin mənası yoxdur, bilirsiniz onsuz da. 1,5-ə vuracaqsınız, eləyəcək 90 ton daş kömür. Aydındır. İndi birdən bu daş kömürü burada. Daş kömürü yox, biz buna gəlin torf edək. Daş kömür torf yazaq. İndi hesabına görə nə qədər olar? 60 var. 180. 180 ton. Bəli. Deməli 60-ı vuracaqsınız 1,5-ə, eləyəcək 90, onu da böləcəksiniz 0,5-ə, eləyəcək 180. Aydındırsa, keçək, axırda yenə toplu ilə bağlı topluda bu suallara baxarıq. Hal-hazırda neftin coğrafiyasını görürük. Neftin əsas yayıldığı ərazilər hansı ərazilərdir? Bilirsiniz ki, körfəz ölkələri, İran körfəzi ölkələri neft ehtiyatları ilə zəngindir. Qvineya körfəzi, Nigeriya zəngindir. Venezuela, Marakaybo gölü, Karib dənizi zəngindir. Sonra ABŞ, Kanada neft ehtiyatları ilə zəngindir. Rusiya, Qərbi Sibir, Xəzər dənizində zəngindir. Qazaxıstan zəngindir. Sonra körfəz ölkələri qeyd etdik və Şimal dənizi əsas neft ilə zəngin olan ərazilər. Bir də burada təbii ki, Cənubi Çin zəngindir. Uşaqlar, bax fikir versəz, əsas inkişaf etmiş ölkələr alır bunu. Rusiya hara satır? Qərbi Avropaya. Afrika hara satır? Yenə Qərbi Avropaya, ABŞ-a. Kanada hara satır? ABŞ-a. Kanada da inkişaf etmiş ölkədir, amma xammal satan ölkədir. Bayaq dedik. İran körfəzi ölkələri həm ABŞ-a satır, həm Qərbi Avropaya satır. Həmçinin Çinə, Yaponiyaya, Koreyaya satır. Sonra bu təbii qaz ehtiyatlarıdır. Yox, bu neftin hasilatıdır. Neft hasilatına görə fərqlənən ölkələr. Fikir versəz, burada Braziliya və İraq daxildir, Çin daxildir hasilatına görə. Kəşf edilmiş qaz ehtiyatlarına görə fərqlənən ölkələr. Qaz ehtiyatlarına görə Cənubi Amerikada Argentina, Venezuela, ABŞ-da, Şimali Amerikada ABŞ, Kanada, Meksika fərqlənir. Meksika körfəzində həm neft, həm qaz ehtiyatları zəngindir. Nigeriya zəngindir. Əlcəzair zəngindir. Əlcəzairdən hətta Avropaya sualtı, Araq dənizinin altından sualtı boru kəməri də çəkiblər, qaz kəməri. İspaniya və İtaliya. Əlcəzair həm ABŞ-a satır, həm Qərbi Avropaya. Rusiya Qərbi Avropaya satır qaz ehtiyatlarını əsas. Körfəz ölkələri qaz ehtiyatlarını Qərbi Avropa və Yaponiyaya satır. Və Hindistan və Çində qaz ehtiyatları zəngindir, amma satmır, çünki öz daxili tələbatını ödəyir. Avstraliya da Yaponiyaya satır. Yəni, əsas alan ölkələr inkişaf etmiş ölkələrdir. Bu isə daş kömürdür.
Daş kömürə görə fərqlənən ölkələr Cənubi Amerikada Kolumbiya fərqlənir, Şimali Amerikada ABŞ, Kanada, Afrikada Car, Avstraliya, sonra Asiyada İndoneziya, Hindistan, Çin, Yaponiya, yox, Yaponiya alır daha doğrusu idxalçısıdır. Hindistan, Çin, Rusiya, Ukrayna, Polşa, Almaniya və Türkiyə dövlətləri fərqlənir. Əsas alıcısı Braziliyadır. ABŞ bütün təbii ehtiyatları alır, bir dənə daş kömürü satır. Fikir versəz, ABŞ daş kömürü Qərbi Avropaya, Yaponiyaya və hara satır? Braziliyaya satır. Sonra Kanadaya da satır həmçinin. Sonra əsas alıcısı Qərbi Avropa ölkələridir və inkişaf etmiş Yaponiya dövlətidir. Çin də alır. Məsələn, Avstraliya Yaponiyaya satır. Bir İndoneziya şey Yaponiyaya satır. soruşabilirim. Buyurun, əlbəttə. Avustralya galiba Avrupa'yı necə satır? Nəyle aparır yani? Hə, bax çox gözəl bir sualdır. Bu sual imtahana düşmüş bir sualdır, amma Avstraliya düşməyib təbii ki. İmtahana sual belə düşmüşdü ki, təbii ehtiyatların daşınma istiqaməti və nəqliyyat növü. Məsələn, göstərmişdi ki, neft ehtiyatı Küveytdən Qərbi Avropaya. Sxemdə verilmişdi, bax belə bir sxem. Buraya yazıb Küveyt, satan, alan Qərbi Avropa ölkələri, nəqliyyat növü yazmışdı boru kəmər. Uşaq da məntiqlə fikirləşir ki, bu neftdirsə, boru kəmərlə daşınar da. Amma bir şey unudur ki, məsafə çox böyükdür. Burdan bura boru kəmər çəkilməz. Burada neft tankerləri ilə daşınar. Neftdən söhbət gedir ha. Uzaq məsafələrə aydın məsələdir ki, gəmilərlə daşınacaq, dəniz nəqliyyatı ilə. Neftdirsə, qazdırsa, qazı mayeləşdirilmiş şəkildə daşıyırlar. Neft də mayedir zaten və bunlar tankerlərdə daşınırlar. Maye yüklər tankerlərdə daşınır. Amma quru yüklər təbii ki, digər vasitələrlə, yəni gəmilərlə, dəniz nəqliyyatı ilə daşınır. Avstraliya buradan həm bura satır, həm də Cara satır, həm də oradan bura satır. Yəni mümkündür dənizçilik yolu ilə. Aydındır. Ben Sonra təbii ehtiyatları biz çıxartdıq. Çıxarılması nə adlandı təbii ehtiyatların? hasılat. Hasilat oldu. Bəli, indi biz hasilatdan sonra nə edirik? Onu emal edirik. Yəni müəyyən proseslərdən keçirdib onu hazır məhsul əldə edirik. Buna deyirik emal sənayesi. Təsərrüfatın ikinci sektoruna aiddir. Hasilat birinci sektordur. İqtisadiyyatın birinci sektoru, metallurgiya isə ikinci sektordur. Baxırıq, söhbət metallardan gedir. Burada qara metallurgiya və əlvan metallurgiya var. Qara metallurgiya xammal və yanacağa meyillidir. Əlvan metallurgiya isə əsasən ucuz enerji mənbələrinə meyillidir. Qara metallurgiyada söhbət poladdan, dəmirdən, çuğundan gedir. Qara metallurgiya 1990-cı illərə qədər sürətli inkişaf etmişdir. Çünki hazırlanan bütün avadanlıqlar, maşınlar, texnikalar hamısı daha çox dəmirdən istifadə olunurdu. Amma 70-ci illərdə neft böhranı baş verir və kimya sənayesi sürətli inkişaf edir və kimya sənayesinin sürətli inkişafından sonra bu kapron, kalsiuk maddələr daha geniş yayılır və fikir versəz, müasir maşınların əksəriyyətinin əsas hissələri, yəni bir çox hissələri kapronlardandır. Ona görə qara metallurgiya tələbat azalır. Və inkişaf etmiş ölkələr qara metallurgiyanın tələbatının azaldığını görür. Həmçində görür ki, bu çirkli sənaye sahəsidir. Nə edir? Göndərir inkişaf etməkdə olan ölkələrə. Xüsusən də Çinə göndərir. Buna deyirlər ekoloji təcavüz siyasəti. Öz ekologiyalarını qoruyurlar və hara satırlar? İnkişaf etməkdə olan ölkələrə göndərib onların ekologiyasını korlamaq üçün. Bax, qara metallurgiyanın tərkibinə daxildir. Dəmir filizi, manqan, xrom filizləri, daş kömür və bentonit qeyri filizləri. Daş kömür yanacaq kimi istifadə edilir, bentonit kili isə qəliblər kimi. Əridirlər metalları və onu istədikləri formaya salmaq üçün bentonit kilindən istifadə edirlər. Və istehsal mərhələləri hasilat olunur, sonra saflaşdırılır, sonra konsentrant alınır, sonra çuğun əridilərək polada çevrilir. Son mərhələdə polad da boru prokat, polad relslər, armatur və s. Bu ardıcıllıq kombinləşməyə aid. Yadınıza gəlsə biz ötən dərsimizdə kooperativləşmə, kombinləşmə, təməlcüsləşmə və s. öyrəndik. Bu dəmir filizidir. Dəmir filizinə görə əsas fərqlənən ölkələr Braziliya, Hindistan və Avstraliyadır. Rusiya, Qazaxıstan, Ukraynada da var. Amma əsas ixracatçıları Braziliya
Hindistan və Avstraliyadır. Bunlar polad istehsalına görə fərqlənən ölkələrdir. Polad istehsalı enerji tələbkardır, yanacağa tələbkardır. Əsasən polad istehsalına görə fərqlənən ölkələr Çin, ABŞ, Yaponiya, Kanada, Ukrayna, Rusiya, Braziliya, Çar, Koreya, Hindistan. Metallurgiya rayonları çoxdur. Demək olar ki, ölkələrin əksəriyyəti dünya ölkələri. ABŞ, Qərbi Avropa ölkələri, Rusiya, Yaponiya, İspaniya, Misir, Çin, Braziliya, Ukrayna, Hindistan, Meksika, Argentina, Çili, harda biraz o kasıb-küsub ölkələrdən başqa da, yəni e, çox biri var, kasıb ölkələr var, çox geri qalmış ölkələr var. Bir də var inkişaf etməkdə olan ölkələrdə, nisbətən inkişaf etməkdə olan ölkələrdə metallurgiya mərkəzi hesab etmək olar. Sonra gəlir əlvan metallurgiya. Əlvan metallurgiyanın bir neçə növü var, amma biz ikisini öyrənəcəyik. Yüngül əlvan metallar və ağır əlvan metallar. Çətin əriyən, nadir, bahalı bunlar imtahana düşmür. Yüngül əlvan və ağır əlvan. Alüminium, maqnezium, titan yüngül əlvandır. Yüngül əlvan metallar enerji mənbələrinə meyl edir. Ağır əlvan metallar isə sink, qalay, qurğuşun və nikeldir. Bunlar isə xam mal mənbələrinə meyl edir. Sonra əvvəllər metallurgiya müəssisələri hamısı xam mal rayonunda yerləşdirilirsə, amma hal-hazırda əsas müəssisələr kömür və filizin daşındığı rayonlara, yəni dəniz limanlarında yerləşdirilir. Bu nikelin işarəsidir. Filiz faydalı qazıntıdır. Mən düşünmürəm bu əslində sizə düşə. Ona görə bunu slaytdan çıxardıram, amma baxarsınız, bunu təkrar eləmiş olursunuz. Bu xromun işarəsidir. Xrom düşə bilər əlbəttə ki. Sadəcə olaraq ölkələri bəziləri düşməz. Məsələn, nikel düşməz imtahana. Xrom düşə bilər. Türkiyə, Filippin, Hindistan, Qazaxıstan. Qlaber duzu Türkmənistanda. Fosforid Mərakeşdə, ABŞ-da, Floridada və Şərqi Avropada yayılır. Wolfram, qalay filizləri bilirsiniz ki, Hindçin yarımadası, yəni Cənub-Şərqi Asiyadadır. Sonra titan ehtiyatları Cardadır, bu da düşməz. Amma manqan ehtiyatları Hindistan, Braziliya, Car, Ukraynaya düşə bilər. Sonra təbii ehtiyatlardan biri də meşədir. Son zamanlar meşə sənayesi kimya sənayesi ilə əlaqələndirilir və yeni bir sənaye sahəsi yaranır, meşə kimya sənayesi. Meşə sənayesini iki yerə bölürük. Meşə mexaniki emal, bir də kimyəvi emal. Meşə materiallarının mexaniki emal nəticəsində taxta şalban, şpal, faner, mebel və s. əldə olunur. Taxta şalban bilirsiniz də nədir? Bildiyimiz indi dəmirdəndir, düzdür, işıq dirəkləri, amma əvvəllər taxtadan olurdu və yaxud da evlərdə istifadə edilən döşəmələr, şalbanlar bura aiddir. Sonra şpallar, şpal dəmir yollarının altına atılan iri taxtalardır. Yəni bu şpallarda, fanerdə, mebeldə baxanda bilinir ki, bu taxtadır, yəni bu ağacdan alınıb. Amma kimyəvi emal nəticəsində alınan spirtdir, boyadır, kanifoldur, kağızdır, kartondur. Bunlar bilinmir ki, meşədən alınıb. Kimyəvi maddələrlə qatılıb, amma bilinir ki, amma əslində bunlar meşə sənayesinin kimyəvi emal nəticəsində yaranmışdır. Biz meşəni iki yerə bölürük. Cənub meşə qurşağı və şimal meşə qurşağı. Şimal meşə qurşağı tayqa və iynəyarpaqlı meşələr, cənub meşə qurşağı isə ekvatorial meşələrdir. Cənub meşə qurşağı daha çox nədən ibarətdir desə, deyəcəksiniz ki, enliyarpaqlı meşələrdən ibarətdir və bunlar oduncaq kimi istifadə edilir. Şimal meşə qurşağı isə daha çox kağız selluloz sənayesinin alınmasında, kağız yəni alınmasında və taxta şalban alınmasında geniş istifadə edilir. Şimal meşə qurşağı daha çox cənubdan mənimsənilir. Çünki əhali cənubunda yaşayır deyə cənubdan şimala doğru mənimsənilir. Və hər ikisi təbii ki, meşələr qırılandan sonra yerinə ağac əkirlər. Şimal meşə qurşağı soyuq olduğuna görə əkilən ağaclar daha gec inkişaf edir. Cənub meşə qurşağı isə istidir və rütubətlidir deyə daha tez bərpa olur deyə bilərik. Meşələrin sahəsinə görə birinci olan Avrasiyadır, təbii ki. İkinci Cənubi Amerikadır. Üçüncü Afrika, dördüncü Şimali Amerika, beşinci isə Avstraliyadır. Meşə ehtiyatlarına görə, yəni meşələrin sahəsinə görə. Bir də bəzi ölkələr var ki, öz meşə ehtiyatlarını qoruyub saxlamaq məqsədi ilə meşə materiallarını ixrac edir. Bunlardan biri də Yaponiyadır. Yaponiya öz meşələrin qırılmasını tamamilə qadağan edir və özünün olan meşə tələbatlarını Cənub-Şərqi Asiyadan, Asiya ölkələrindən alır. Belə. Bir neçə sual nümunəsi işləyə bir yerdə, DİM test toplusu 2025 nəsrdən. Adam başına düşən torpaq ehtiyatları ilə yaxşı təmin olunmuş ölkələr. Torpaq ehtiyatları dedikdə,
yaxşı təmin olunmuş dedikdə, əsasən düzənlik əraziləri götürəcək. Amma bu şərtlə ki, burada soyuq olmasın, buzlaq olmasın və səhra olmasın. Məsələn, Avstraliya səhralıqdan ibarətdir. Ona görə nə etmək lazımdır? Çıxmaq lazımdır. Burada da Avstraliya getdik. Niyedir? Hə? Misir səhralıqdan ibarətdir. Çıxın getsin. Misir səhralıqdan ibarətdir. Yaponiya, Kanada, Belçika və Çin ölkələrini biz e, adam başına düşən. Yox, Belçikada da amma problem var axı. Belçikada sahə azdır, torpaq ehtiyatları yaxşı təmin olunmuş. Adam başına. Yox, burada əkinçilik üçün nəzərdə tutulan ərazi demir axı. Ümumiyyətlə torpaq ehtiyatları dediyinə görə ərazisi daha geniş olan ölkələr götürmək lazımdır. Ərazisi böyük olan ölkələr. Elə məsələn B variantı Avstraliya, Kanada, Braziliya və Qazaxıstan. Əhali çox deyil, amma ərazi çox böyükdür demək olar. Məsələn, burada Niderlandda əhalinin sıxlığı yüksəkdir. Adam başına düşən torpağın payı azdır. Sonra burada Yaponiyada əhalinin sıxlığı çoxdur. Adam başına düşən pay azdır. Sonra Yaponiyada çıxsaq, Belçikanı çıxsaq, burada Danimarkanı çıxsaq, doğru cavab B variantı kimi qalacaq. Aydındır. Əsas burada əhalisinin sayı az olan ölkələri, daha doğrusu ərazisi çox geniş olan ölkələri götürəcəksiniz. Əhalisi, yəni adam başına düşən pay çox olsun. İkinci suala baxaq. Zəngin geotermal enerji mənbələrinə malik olan ölkələri seçin. Zəngin enerjiyə malik olan ölkələri qeyd edirsə, biz burada geotermal enerji deyəndə geyzerlər nəzərdə tutulur daha çox. Geyzerlər hansı ölkələrdə olar? Təbii ki, geosinklinal qurşaqda olar, İslandiyada olar, Yeni Zelandiyada olar, Yaponiyada olar, ABŞ-da olar. Məsələn, Misirdə yoxdur, İspaniyada, Hindistanda, Çində, Belarusiyada yoxdur, Braziliyada yoxdur, İranda, Türkiyədə, Çində yoxdur, İslandiyada var, Əlcəzairdə yoxdur, Suriyada yoxdur, Ukraynada yoxdur. 3. Oduncaq tədarükünə görə fərqlənən ölkələri soruşur bizdən 3-cü sualda. 3-cü suala elə A bəndinə fikir verin. ABŞ, Rusiya, Kanada, Finlandiya. Bunlar hansı meşə qurşağında yerləşir? Şimal yoxsa cənub? Şimal. Təbii ki, şimal. Bax, burada Liviya səhrada çıxın getsin, Əlcəzair səhrada çıxın getsin. Çarda elə bir meşə qurşağı yoxdur, Çilidə meşə qurşağı yoxdur. Sonra burada Kanada, Kamerun, Rusiya, Somali. Somalidə meşə qurşağı, meşələr var, amma burada savannalarda daha çox geniş, sıx deyil. Ona görə çıxın getsin. Sonra gələk. Altıncı suala baxın. Şirin su, torpaq, meşə, heyvanat aləmi necə təbii ehtiyatdır? Tükənir yoxsa tükənmir? Yəni Tükənən bərpa bərpa olunur. olunur. Tükənir, Bərpa lakin bərpa olunur. olunur. Bəli. Afrikanın neft ehtiyatlarıyla zəngin olan ölkələri, Qvineya körfəzi sahilləri, sahilləri, bəli, Şərq və Afrika yaylası. Şimal Afrika. yaylada olmaz uşaqlar. Neft ehtiyatları əsasən ovalıqlarda olar. Çökmə mənşəli təbii ehtiyatların çox olduğu ərazilərdə olar. Şimali Afrika. Çünki biz dedik ki, OPEC üzv olan ölkələr hansı idi? Əlcəzair, Liviya. Şimali Afrikada Əlcəzair və Liviya fərqlənir. 2-3 doğru variantdır. Gəlin bir neçə məsələyə baxaq. Sonra suallara qayıdarıq. Buradan məsələni tapın. Belə bir məsələ var, məsələ nümunəsi var. Deyir ki, kömür ehtiyatları illik hasilat çatacağı il, neçə il çatacaq? Bax, belə deyək də, sadə bir primitiv məsələdə izah eləmək istəyirəm. Siz onu özünüz həll edəcəksiniz. Tutaq ki, ehtiyatda 100 manat pulunuz var. Və siz onun evdə 100 manat pulunuz var, sizə veriblər ki, xərcləyərsiniz. Məsələn, bir ay ərzində xərcləmək üçün verilir, zənn edək. Və siz də gündə qənaət məqsədi ilə 5 manat xərcləyirsiniz məktəbdə. Siz
Bunu neçə günə, necə deyim, xərcləyə bilərsiniz? Günə 5 manat olaraq. Günə 5 manat xərcləsəz, 20. nə 20. qədər? 20 günə 20. bitirəcəksiniz. Bəli. Artıq qənaət eləmiş olmursunuz, daha da çox xərcləyirsiniz. Bax bu evdə olan bu ehtiyatdır. Ehtiyat. Xərclədiyiniz nədir? Hasilat. Bu nədir? Çatacağı gün. Yəni təmin olunma səviyyəsidir. Bu pul sizin ehtiyatınız sizi neçə gün təmin edəcək? 20 gün. Bax burada da eynidir. Ehtiyatdır, bu isə hasilatdır. Təmin olunma səviyyəsini tapanda ehtiyatı bölürük hasilata. 114 milyardı böləcəksiniz. Deməli 3 milyona. 3 minə daha doğrusu. 3 min. Burada milyon verib. Burada milyar. 114 milyardı böləcəksiniz. E, deməli 3 milyarda. 3 milyard qeyd olunub da burada. Biz onda nə edirik? 114 milyard deyəndə neçə sıfır var? 9 sıfır. İxtisara görə bunu tam yazıram. Böləcəksiniz 300 milyon. Milyon deyəndə milyon sözünə 6 dənə sıfır yazacaqsınız. 9 dənə sıfırı buradan sildik. 9 dənə sıfır buradan ixtisar getdi. 114 bölünsün 3. Nə qədər edər? 38. 8. 38. Deməli 38 il ilə çatacaq. Bura 38 yazacaqsınız. Sonra, yəni qısacası burada ixtisar da apara bilərsiniz ki, burada milyon, 6 sıfır burada, 3 sıfır burada, milyardda da 9 sıfır, elə birbaşa 114-ü 3-ə bölə bilərsiniz. İkincisini biz necə hesablaya bilərik? Ehtiyat verilib, çatacağı il verilib, 190 ilə çatacaq və ehtiyat 76-dırsa, hasilat nə qədərdir? X. X bərabərdir 76 milyardı, yəni 9 dənə sıfırı böləcəksiniz 190-a. Bölün görə nə qədər edir? Dört yüz milyon. 400. 400 milyon. 450. Bəli. D variantı doğru variant. Digərində eyni qaydada. 400-ü böləcəksiniz 100-ə eləyəcək. Yoxsa burada təmin olunma səviyyəsi verib. Bunu vuracaqsınız buna. Bax belə hesablayacağıq da burada da. Təmin olunma səviyyəsi 400 il. Ehtiyat X-dir. Hasilat 1. Vuracaqsınız. Bu da edəcək 40 milyon. B variantı doğru variantdır. Əsas həlli yolun bilək. Sonra keçək yanacaq vahidi məsələlərinə baxaq. Ee, 103. Bir dənə özünüz hesablayın. Bax, bayaqki eyni nümunə məsələsidir. Məsələ nümunəsi daha doğrusu. 120 bin ton. Neçə dediniz? 120 bin ton. Necə hesabladıq? Vurdum bir tane boş eve. Bəli. Neftin verilən rəqəmi vururuq. Hansı təbii ehtiyatlandırsa onun əmsalına. Neftin əmsalına 1,5 bölürük nəyə? Soruşulan əmsalına. 1-ə. 1-ə. Bira. Bəli, eləyir 120. Tamamilə doğrudur. Yaxşı, 104-ə baxın. 104-ə. Gəlin bir yerdə yazalım. Neftin əmsalı 1,5. 1.5.
Qazda 1,4 idi. Sonra gəlirdi daş kömür 1. Sonra yanarşist. Yox, sonra torf 0,5. Yanarşist 0,3. Aydındır. Bunu əzbərləyərsiniz evdə. 108-ə baxaq. Uyğunluğu müəyyən etməyimizi istəyir. Avstraliya və Macaristanda həm hasilat, həm də emal mərkəzləri var. Burada söhbət nədən gedər sizcə? Avstraliya və Macaristan. Bayaq burada alüminium haqqında danışdıq. Alüminium. Əsas hasilat regionu Şimali Afrikada, Mərakeşdədir. Fosforit, Fosforit. Ölkəmizdə gümüşlü və mehmana yataqları var. Polimetal. Polimetaldır, əla. Əsas hasilatı West-Hind, Qərbi Afrika və York yarımadasıdır. Ən böyük hasilat regionu Cape York yarımadasıdır. alüminium idi. Bəli, alüminium boksit hasilatı. Xam mal tərkibində ağır əlvan metal filizlərinin xüsusi çəkisi Alüminium. az olur. Az. Bu misə aid idi. Misida. Bəli, ona görə də biz buna heç birini nə edəcəyik? Götürməyəcəyik. Yoxsa deməli. Birə. Xam malın tərkibində ağır əlvan metal filizlərinin xüsusi çəkisi az olur. Bu aid deyil. Deməli, 1-ə C aid olmalıdır. 2-yə A D, 3-ə isə B aid olmalıdır. Yalnız B. Düzdür. Deməli. Bunun da cavabı səhv verilib arxada. Yeni əlavə ediblər. Yüz əlli səkkiz. Deməli, bəli. Sonra keçək başqa bir sual nümunəsinə baxaq. Doğru yanlış sual nümunəsi ilə 102-yə baxa bilirdim. Deyir ki, şimal meşə qurşağında Finlandiya və İsveç fərqlənir şimal meşə qurşağında. Düzdürmü? Bəli. Şimali Afrika və Cənub-Qərbi Asiya ölkələr su ehtiyatları ilə zəngindir. Şimali Afrika, səhralar. Təbii ki, səhvdir. Cənub-Qərbi Asiyada səhradır. Florida yarımadasında və Şimali Afrikada fosforit ehtiyatları zəngindir. Doğrudur. Doğru. Geotermal ehtiyatları mənbəyi yeraltı isti sular və mineral qeyzerlərdir. Düzdürmü? Düzdür. Mineral bu torpaq və meşə resursları bərpa olunmayan ehtiyatlardır. Torpaq Bərpa olunanlar. bərpa olunur. ABŞ-da əsas daş kömür ehtiyatları Apalas dağlarındadır. Bu düzdür. Doğrudan doğru, yanlışdan yanlış seçməliyik. Burada da uşaqlar məncə. Mineral sözün burada nəyə aid etmək istəyirlər? 102. 1-5. Yaxşı, keçək növbəti suala. Uşaqlar, çox xahiş edirəm, aktiv iştirak edin. Mən yuxum gəlir yoxsa. 107-yə baxaq. Uyğunluğu müəyyən etməyimizi istəyir. Şimali Afrika, Mərkəzi Afrika və Cənubi Afrika. Qaz hasilatına və ixracına görə fərqlənir. Əlcəzair fərqlənirdi. Əlcəzair hara aiddir? 1-ə. Somaliya. 1-ə. Meşə və ağac tədarükçüsüdür. Ekvatorial meşələr. 3.
Üç. 3. Ərazisində yağıntıların il boyu bərabər paylanır. 3. Ekvatorial. Üç. 3. Düzdür. Yağıntılar əsasən dekabr-fevral aylarında düşür. 1. Bir. 1. Hansı iqlimdir? Subtropik aralıq. Aralıq. Şimal hissəsi. İyun, iyul, avqust aylarında mülayim hava kütləsi hakimdir. 2. Təbii ki, 2-yə aid olacaq. 107. A, D, Y, B, C. Düzdür. Sonra 101-ə baxaq bir yerdə elə. Deyir, uyğunluğu müəyyən etməyimizi istəyir. Braziliya ilə Hindistan yarımadası. Zəngin alüminium ehtiyatlarına malikdir. Braziliyada alüminium xammalı var idimi? Boksit. Var idi. Bəli. Ərazisində ən böyük ağır əlvan metal qurşağı yerləşir. Mis qurşağı Braziliyadaydımı? Çilidəydim. Çilidəydi. Çili Peru. Aid olduğu materikin ən böyük ölkəsi olub, boksit ehtiyatlarına görə fərqlənir. Düzdür. Düzdür. 1 ilə bu 3 demək olar ki, eynidir. Sonra daş kömür ehtiyatlarına görə dünyanın ilk 10 ölkəsi sırasına daxildir. Əslində bunu haqda bir məlumat yoxdur, amma Hindistan daş kömür ehtiyatlarına görə fərqlənir. İlk 10-luğa daxildir. Daxil deyil, bunu saxlayaq. Mineral ehtiyatlarının çox olması ərazinin çox yüksək seysmik qurşaqda yerləşməsi ilə əlaqədardır. Seysmikliyin mineral ehtiyatlarla əlaqəsi varmı? Yoxdur. Avrasiya litosfer tavasına daxildir və dəmir filiz ehtiyatlarına malikdir. Düzdür? Yox, bu da yanlışdır. Çünki Avrasiya litosfer tavasına daxildir ifadəsi səhvdir. Çünki Hindistan yarımadası Hind-Avstraliya tavasına daxildir. Yaxşı. Deməli, bu doğru olacaq. 1, 3, 4 doğru cavab kimi götürülməlidir. 101-də 1, 3, 4. 100-ə baxaq. Doğru olmayan fikirləri seçin. Apalas dağlarında neft ehtiyatları zəngindir. Dağda neft olarmı? Neft Evet. ovalıqlarda olar. İslandiyada istehsal edilən elektrik enerjisinin çox hissəsi seslərin payına düşür. İslandiyada ses yox idi, daha çox GOS idi. Təbii ehtiyatların qiymətləndirilməsi onların kəmiyyəti və keyfiyyəti nəzərə alınır. Alınır. Mis Doğrudur. Qərbi Sibirdə mis var filizi ki, əsasən Ant dağları, Mərkəzi Afrika və Qərbi Sibir düzənliyində yayılmışdır. Mis əsasən Ant dağları, Mərkəzi Afrika və Qərbi Sibir düzənliyində yayılmışdır. Qərbi Sibir düzənliyində olmaz axı. Orta Sibir olsaydı doğru olardı. Bu səhvdir. Braziliya, Çin, Avstraliya təbii düzdür. ehtiyatlarla zəngindir. Braziliya, Çin, Avstraliya doğrudur. Platformanın çökmüş ərazilərində zəngin dəmir filizi toplanmışdır. Yox, platformanın çökməsində uşaqlar neft, çökmə məşəli neft ehtiyatları zəngin olar. Deməli, doğru olmayan dediyinə görə Apalas dağlarında neft ehtiyatları vardır. Fikri səhvdir. Dağda neft ehtiyatları olmaz. İslandiya istehsal edilən elektrik enerjinin çox hissəsi seslərin payına düşür ifadəsi də səhvdir. Burada GOS-lərin payına düşməlidir və ES-lərin payına düşür. Seslər su elektrik stansiyasıdır. İri çaylar olmalıdır. Təbii ehtiyatların qiymətləndirilməsi kəmiyyət, keyfiyyət nəzərə alınır. Filiz əsasən Ant dağları, Mərkəzi Afrika, Qərbi Sibirdə mis filizi olmaz. Braziliya, Çin, Avstraliya təbii ehtiyatlarla zəngindir. Düz. Platformanın çökmüş ərazilərində neft ehtiyatları toplanmışdır. Fikri səhvdir. 1, 4, 6. Doğru cavab kimi burada götürülüb, amma 100-cü sualda 2, 4, 6. Burada da deməli problem var.
1, 2, 4, 6. Yox, burada deyil. 1, 2, 4, 6. Sonra keçək